bir uçurlar. Hamısı da ki verilişlər qatıq verilişlər. Qusmaq verilişlər. Baxmıram, heç televizor açmıram neçə gündür. Daha veriliş bağlandı. Baxmıram ki, əvvəl sənə görə baxırdım, bu da yoxsa baxmıram. Veriliş bağlandı, mən nə işim oldu? Çağırdılar, getmədim. Müstəfən zəfərdə getmirəm. Yox, niyə çağırırlar ki? Bilək ki, yığmaqdan ötəri. Mən başa düşmürəm, orada qalırsınız, yemək, pulzar, yəni o... Verirlər, gündəlik 30 manatdır bacım, gündəlik 15-dir, 30-dur. Hər həftənin 5-ci günü 30-dur, gündəlik də 15 manatdır. Hə, ona görə də arzu əl çəkmir oradan. Arzu ona görə əl çəkmir oradan. Əlbəttə. Oy dedim bu. Cəmaat gedib işləyib 30 manat qazanmır, bu nətər yerlər. Sana and olsun, mən verişi işimə görə getmişdim, işimi də tapdım. Allah'a şükür edirəm, bağlam bir yanımda, ailəm bir yanımda. Bədd olsun ha verişi, adamı zır dəli yol verilir. Çağırmırlar, baxıb görüm Arzu orada, Esmirə orada, Ceyran orada, 5 uşağını atan orada. Hə, bu vapşı o, adı nədir o 5 uşağını atan? Belə Zarina. Hə, mədəniyyətsiz. Azərbaycanlı deyil də deyəsən, Rusdur, nədir? Rusdur. Köl onun başına boyda oğulları var onun. Mən də qardaşım ona sumkalar göndərir də, paylar. Sirenlərdə dünən siren eşitmişəm ki, 450 manat kartına pul göndərirdi. Niyə? Qardaşımın balaları yoxdur, bəyəm ona yedir. Ağıl yox, ağıl yaşda deyil, başladı. Gedib fəhləri ilə, zulumla, koruqla işləyib. Mən də dünən qaynanası mənə zəng elədi, dedim mənlik deyil. Deyir ki, hə, ölkəndim deyir gözəl, 450 manatlı pul alıb atıb Zarina şeylə, kartına. Zarina şikayət edində polisə niyə görə? Bu haqqına niyə girir, cəmaatı yoldan çıxarır? Balaların Mənə dedi ki, Zarina reklamda mən bir dəfə mənə dedim ki, qardaşım sənə fındıq gətiribdi, fındığı qaytar. Qayıtdı dedi ki, üzr istəmək, analarından, bacılarından, qardaşlarından. Dedi, açıq qoyuram, gəlir, yaxşı elə fındığını da yiyirəm. Bax, reklamda. Bax, indi bacılarından, qardaşlarından üzr istəmək hamısından. Mən deyir, açıq qoyuram, o da gəlir, başını salıb yiyir. Küs sənin qadın boş, o denə. Analarından, bacılarından üzr istəyirəm, qardaşlarından, şəhid analarından, qazi analarından. Nə bilim, nə qədər mədəniyyətsiz insanlar var. Bəli, bax, mənə reklamda elə dedi. Bax, bu ölsün, bax, bu çörək haqqı. Zar on deyə efirə çıxardırdı ki, bir kəlmə deyərdi ki, Bax, sənə qurban, buna görə də verilişlər bağlanmalıydı, yaxşı olur. Niyə şəhid ailəsini çıxartmırlar? Niyə qazi ailəsini çıxartmırlar? Niyə kimsəsizləri çıxartmırlar? Niyə yetim yesirləri çıxartmırlar? Hələ oğancaqları, axmaqları, hələ ağzını danışan bilməyənləri. Ben zaman baktı, yeri oldu. Neydi o arvadın adı 450 manat göndərəni? Vurusun. O yaxşı bir 10 gün Sən qardaşın yoldaşı nə deyir? Qardaşımın yoldaşı avamdır, heç də bilmir, o mənə xəbər verirdi. O mənə xəbər verirdi ki, gözəl 4 dənə şeylər getdi. Əlbəttə bu mənə, WhatsApp-dan mənə xəbər verirdi. Gözəl demir, bacı dedi, şeylər getdi, karıqalar getdi. Zarina karıqa göndərdim, get. Dəhşət. Yaram xoş olsun. Bəs ona görə qırğınlar qopdu da təbiyyəndə. Mənə qartı dedi, üzü gözümə açıq qoymuşam, yaxşı eləyir, gəlir, əcəb eləyir. Budur. Şərəfsiz. Onun, mən də qarışmıram da, Allah bəlaları versin əksini. Qarışmıram da eləməm, deyil, nəyimə lazımdır. Qarışma, niyə qarışırsan? Boş ver. Xoş gəldiniz, yuxarıdakı xanım. Boş ver, bu yağlarım əlim dəydi, çıxdım, uşaq gəldi ona görə. Eyb yoxdur bacım. Ona görə də verilişlər bax belə olub bağlanmalıdır. Axmaq, uxmaqlarına qədər ortadırsa verilişlər açılmasın. Açılacaq deyirlər. Yox, başqa verilişdir. Zaurla Günaydı səhər proqramı. Həm də adi verilişdir də. Yox, 2 dənə müğənnilər seçibdir. Biri əməkdar artisti. Nə deyim?
Bir Angır rep Dəniz Paltarkeyin Elza Seyid Cahan Elzənin Elnarə. ve biri Elnare. Bak verilişler Didi'de test reklamda da gösterir. Elnare, Elza Seyid Cahan. 2 nəfər müğənni olacaq. Qalan 5-6 tane adamlar. Özləri yuyulmamış kömsə kimi Zaura zəng deyib desə, Atabey Fəzər desə ki, mən də gedirəm, mən də çağır, dümdür çağırırlar. Yoxsa ki, orada da, ulan nə iş var ki da orada? Yox, o verilişə çağırmazlar. Yox da, o cür bizimlə sən deyil axı, ora çağırmazlar. Yox. Aman da çağırmasınlar, millət pozulurlar. Aman. Çağırsalar da pulla çağırmazlar ki. Bir də ümumiyyətlə televiziyaya reyting lazımdır. Reyting olmazsa bir-birinə bunlar reyting üstündə savaşırlar. Ona görə belə biabırçılılar. Bizim də millət bu davaya falan baxandı. İndi deyir ki, məsələn, örnək bir şey olsun. Heç kim baxan deyil o örnəyə. Məsələn, Xəlildir, nə idi oğlan adı? Space-də mi gedir, harda mı gedir onu verilmişə? Ona bax, verişinə çox az adam baxır. O ciddi aparır. Hə, o ciddi apardığına görə, məsələn, Gülxanımı falan oradan qovdu, elədi o. Məsələn, onun verişinə çox az adam baxır. Mən İspeyzdəki görürəm verilişə də. bağlanmadı. Bax, İspeyzdəki verilişə bağlanmadı. Fikir verin. Amir Xəlildə oldu da. Ha, İspeyzdəki verilişə bağlanmadı. Bağlantısı da o da. Görsən nə gözəl ciddi aparır. Özün nə yaxşı seriyoz aparır. Mesleki hansı O verilişdir? verişinə çıxan bir həftədən artıq qalmır orada. Yəni, nə ehtiyacın varsa bir həftə içində eləyir, göndərir. Bax, bacı, mən Atabey'in sığınacağında, otelində qalan da İspeyzdəki verilişdəki gəlib orada qalır da. Quran andolsun deyir ki, elə bir ciddidir ki deyir, elə ciddidir ki deyir. O niyə bağlı? Yaxşı, o veriliş niyə bağlanmır? Hələ bağlanan 4 dənə veriliş oldu. Çünki onun verişinə çox baxan yoxdur. Bir də reytingə görə hər şey eləmir o adam. Bu eləmir axı. O verilişə girir, reket eləmir. O ayıb da olmasa lotu-poturlara gəlir. O reklamda var, Zahir müəllimin verilişində. Reklamda bacı. Qulağı tut, sən qulağıdır. Gözəl, axı sən burnundan, bir də dişlərinə pulsuz oldu da. Yəni, burun Burun nə? Yox, Dişlərini burunda heç tutma. düzəltməyib ki, bacı. Heç burunda düzəliş yoxdur. Mən heç bir şey görmürəm bu burunda. Yalandan yəqin açıblar, bağlayıblar. Çünki bu xanımın burnunda bir dənə düz, yəni şey yoxdur. Yəni balacalaşma yoxdur. Bir dəyişiklik yoxdur. Yalandan narkoz yeyib, Allah bilir. Bacım, mənim dişlərimi, bu qabaq dişlərimi keçən illərim 2001 kredit götürdüm, getdim dişlərimi düzəltdirdim. Özü yığılmadı, protest deyil. Bu dal dişlərimə qabaq gücüm çatmadı. Yo, dişlərimi özüm düzəltmişəm. Şıram çayırdırmısan, zirko. Dişim sizə diş oldu da. Yontan ha. Can sağlığı. Devam ilə birlikdə. Burunun heç bir dəyişilməyib. Necə yəni orada əməliyyat keçirilir, başım çıxmır. Mən orada Burnun çox yığmayıb, olsun. Yo, burnu yekə olsa da o olmur. O nədir? Biraz balacalaşdırmaq olur. O qədər böyük burunlar var ki, xanım o qədər böyük burnu yoxdur axı gözəli. Yox, sifətinə uyğun eləyib də, bəlkə səfər əyliyin zadını götürüb. məndə çəpər əyli var idi, onu götürdülər. Hə, dedim də onu götürüb olar. Hə, gərək kaş biraz balacalaşdırardı. Daha estetik verərdi də, daha Neçə saat əməliyyatda olmuşsan, ha, gözəl. 3 saat olmuşsan. Yeni il bayrağı bilməmişdi. Yox, əməliyyat sırasında neçə saat çəkir? Əməliyyat deyil, neçə saat olur? Saat elədik. Saat 4'te çıxdım. Onda? 10 tamamda əməliyyata girdim. 4 tamamda çıxdım. Nə, çox çəkib. Ağır oldu. Əməliyyatım ağır oldu. Saat 40 dəqiqəyə çəkib məndə. Mən də eynidir. Mən dərim qalında axı. Burnumun dərini qalın. Üzvün dərisi qalındır səndə. Zahir mənim efirdə dedilər ki, burnun dərisi qalın. Yenə də sağ olsun da, zar elətdirib bacı. Elətdiribdir. Mən demirəm elətdirib. Mən ləzzətin türə bilmərəm. Mən demirəm. Amma Zahir mənim axıra veriş bağlanda Zahir mənim Həsənə qurban olun. Zar mənim bir iki nəfər işə düzəltdi də. O Xalidli falan özləri getmədi işə. Təmbəllik elədi.
Xalidi deyə bilmərəm. Xalid özü getmədi, tənbəllik elədi. Orada Mahir də tənbəllik elədi. Amma Əkbər gedib işlədi. Bax deyir ki, Əkbər belə zəifdir falan filan, amma görürsən ağır işlə gedib Ha işləyir. gözəl. qardaşım Var ya orada. Plasmas damla açıb. Dünən gün orta sən gecə də elə canlıda idi. Bu adam çay içdi. Aysimən 2 yerdə işləyir. Gecədə də, gündüzdə. Halaldır. Amma Aysimən pulun yığsa, ev qıraqdan bir torpaq alıb. Evdiysə, Neyir bəs o qədər pulu? Tək adamdır. ay sənə qurban olum. Aysimən qızların göbəyin üstünə sayır pulu. Birindəki kimin üstündədir? Ona kim Aysmana qızla danışır o iş şeylərinlə. Sənə qurban olum. Orada qalıb görmüşəm. Aysimən bu qızlara lazım böyle. Aysimənın pulu lazımdır qızlara. Hə, düzdür. Geçsin işini düzəltsin, bir kökəlsin, bir də fasona gəlsin, ailə qursun. 40 yaşı var özü. Aysimən. Qızlara danışır, qızlar bir, nə ola, kontra deyirlər, nə ola, falan yerə gedirəm, pulum yox deyil. Aysimən tarafbadır. Yaxşı, gündəlik 20 manat bu buradan alırsan. Gecə kimində. Ayın axırda o birisini alırsan. Hara eləyirsən, adama deyilə hara eləyirsən. Tək adamsan. Altdan çox eləyir. Bacın Türkiyədə. Bacın Türkiyədə. Atın səni saymır. Kimə verirsən bəs bir elə bunu? Qızların göbəyin üstünə. Qızlar da yəqin nəsə atır şəkil məkil, o da ona atır. Qarşılıqsız. Amma bu insan düşünmür, ağılsızdır ki, başa salan yoxdur ki, sabah gələcəyim üçün bir evlən, ailə sahibi ol, torpaq al, mülk al. Bir dakika. Amma verişdə Aysimanı araya qoyurdular. Mən görürdüm, ürəyim ağrıyırdı ona. Hamı araya qoyur, daha sonra hamı araya qoyur. Bir o deyir ki, millət araya qoyur. Mənim öz də araya qoyurdu, görmürdünüz. Bir qoyandan sonra. Aslanın işi necə oldu? Aslan'a bir dənə qız tapdı da o da. Ay gündən sonra. Aslan məni dölüb. Aslan məni dölüb. O kız ne Canlı ediyor? açıqlardan baxın. Deyirəm, onu da Bərdədəndirlər də. Ceyran olsa Bərdədən də, Arzu da Bərdədir, Arzu da Bərdədir. Ceyran heç birini bəyənməyəcək. Ceyran hamısını boşaltdırıb 10-cu olacaq. Ceyran bir dənə tək nübar oğlu var, oğlunu evə qoymur. Kaş Aygündən boşanmazdı. Çünki Aygünün yanında pul da var idi, səliqəsi də var idi. Amma indi elə deyil. Belə saxlayırdı, Aygün belə saxlayırdı. Hə, ben görürdüm də Aygün təmizdir. Yəni yemək bişirən təmizdir. Həmin görürdüm ki, bir yer təmizdir, edir canlı açanda yemək bişirir. Bu şeydi, bu kıvırsı şeydi. Səhiyyə rast gəldi hələ buna. Şey deyil, yəni uşaqdır, onun daha 20 yaşı var, o hələ işini görməyib deyənə. O normaldır. Amma Aygünün yaşı da var idi, dünya görüşü də var idi. Ona görə də Aslana ilə Aygün yaxşı idi. Hələ Ceyranı da Aygün idarə edə bilirdi. Aygün boşandı, Aygünlə boşandı. Keşke boşanmazdı. Ceyran dağıttı da. Ceylan var ha, keçmişin arvadları kimi kurt kimi baba Bir bəzi. dənə də uşaqları olmur ay bacı. Ay gündən də, bundan da, Arzudan da. Bir dənə uşaqları Yazıklar olmur. arada oxşayır. Ay sənə qurban olur. Birində axıratın otururlar ki, uşaq olar. Çıxacaq, gedinlərə çıxacaq. Ağzını uşağı getdirə saldılar. Hə, Arzu axı deyir, xəstədir yana. Arzu'nun Aslan'la evlənəndə Arzu'nun uşağı var idi. Aslan'la evləndi. Ondan sonra Arzu saldı. Və bu Arzun həqiqətən bir o xəstəliyi var. Yəni deyirlər ki, Valla Arzu'm bilmirəm xəstəlik varmı, yoxmu. Əməliyyat oldu. Əməliyyatda nə mənim kağızımı vermədilər, nə onun kağızını vermədilər. Mən biraz Arzuya ürəyim ağrıyır. Heç, yəni çox həyat şeydir də, yəni həyatı pisdir də. Get ürəyim ağrıyır, ay bacı, öz-özünü eləyir o. Öz-özünə küçələrdə qalın. Ona baxın. Bax, məndən yaxşı oxşayırlar. Ay qızlar, ay xanımlar, ağıl məntiqi yaxşı şeydir. Mən eləyirəmsə, mən öz-özümə eləyirəm, da ailə deyil. İnsan sən Biz də eləyir. öz-özünə eləyir, nə ailə var, və 37 yaş var, nə ailə var, nə uşaq var, nə iş var. Pulu da Mahirə atır. Ay bacı, get pulu özə gün ağla da, nə gərək var Mahirə? Mahir gedib başqasına evlənəcək. 20 yaşında olacaq onun uşaqdır. Arzu yaxşı idi. Arzu qoy deyimsə, Arzu yaxşı idi.
Arzu 19 yaşında oğlanı qoltuğuna alansa Arzu hamının gözündə düşdü. Səhv deyirəmsə titrəksən. Bazar müəllim bunu işə qoydu saç salonuna. Bir də gördüm ki, Arzu işdən çıxıb da indi bu qızların canlısına baxıram. Haydi, mən də oxuya bilməyəm, Elmara oxuturam. Qıraqda durmuşam, Elmara deyirəm ki, oxu. Deyir ki, hamı deyir ki, Arzu ora işləməyə gəlsə, biz gəlməyəcəyik. Arzu ora işləməyə gəlsə, biz gəlməyəcəyik. Qayıtdı, orada da xanım da, böyük də qayıtdı belə. Arzu kimsələrin nə işi var ki, bizim iş yerimizdə? Arzunun mırta Arzu sayəsində reklam oldu da orası, amma əyri oturaq düz danışaq da. Ondan Sonra yetərdi ki, ona dedi, verişə reklam olunsun. Bəlkə də reklam Ay bacım, ondan sonra mənim qulaqlarım eşidir, canlını aşmışdı qızlar. 2 dənə qız idi. Qayıtdı, hamı yazırdı ki, Arzu ora gəlsə biz gəlməyəcəyik. Arzu ora gəlsə biz gəlməyəcəyik. Qayıtdı, bir nəfər də qoşuldu ora canlısına, bax belə, müsafirinə. Dedi ki, Arzu kimsələri ora gəlsə biz gəlməyəcəyik ya. Saçımızı Arzu'nun əlinə verməyəcəyik. Buyur. Böyle çıxdı, ona görə də çıxdı işdən. Nələr yazırlar ki, Arzu pozğunda, Arzu araq içəndi, Arzu pozğunda, Arzu araq içəndi. Nələr o xanımlara yazırlar. Özləri öz həyatıdır, amma nə bilim, o özünə günahlamır. Sadəcə bu qədər şəxsi həyatıdır, o ayrı məsələ. Buna nə deyəm, 19 yaşında gəl əyri oturub düz danışan. Məsəl üçün, bax bu Qaradoqdan mən birini, Allah uzaq özür, birini mən tutub 19 yaşında oğlanı, o böyüyəcək, əskər gedəcək öləsi. Mən də o gəlincə, mən dala çəkiləcəm, o qabağa gələcək, böyüyəcək, hündür geçəcək. Hər şeyin öz, məsələn, məsələn 10 yaş, məsələn deyək, qadından kişi böyük olsa ya da yaxşıdır. Məsələn də kişidən bəzən olanda 2-3 yaş balaca olsa deyirik, hər nəysə ola bilər də normal sayılır. Amma 19 yaşında 37 yaş çoxdur. Bax, mənim yoldaşım 3 yaş məndən böyükdür. Bax, 3 yaş.